Baxın qardaşlarım, İbrahim əleyhissalam Peyğəmbərin, rəsullardandır, böyüklərdəndir, Tohid dininin atasıdır. O bir müddət oğlun görmədi İsmail əleyhissalamı. Sonra getdi oğlun yoxlamağa. Getdi, çatdı onun evinə, çağırdı. Təbii ki, İsmail əleyhissalam evdə yox idi, həyat yoldaşı çıxdı qapıya. Dedi ki, ey qızım, İsmail hardadır? Dedi ki, ey ağsaqqal, tanımırdı, görməmişdi, bilmirdi kim idi. Dedi ki, ey ağsaqqal, ovdadır, ruzu dalıcan gedir. Dedi, qızım, dolanışığınız nətərdir? Qızı gəlin başladı ki, çox çətin dolanırıq, darısqallıqdır. İsmail bir gün, evdə neçə günlər olur, ət olmur, yeməyə heç nəyimiz yoxdur. Çətinlikdir, başlayır şikayətləməyə. İbrahim əleyhissalam baxır, deyir ki, yoldaşın gələndə salamdır. Dinən bir ağsaqqal gəlmişdi, dedi ki, evin astanasını dəyişsin. Evin astanasını dəyişsin. Və İsmail əleyhissalam gəlir evə, gəlir, görür ki, nəsə hiss edir ki, kimsə gəlir. Yoldaşına deyir ki, nəsə baş verir, kimsə gəlir bizə, mənə soruşur. Deyir ki, bəli, bir ağsaqqal kişi gəlmişdi, gəldi, soruşdu. Və mənə dedi ki, necə sözünə var, nə yox. Mən də, səni soruşdu, getdi. Deyir, sən nə dedin? Mən də dedim ki, belə də, biraz kasımçılıqdır. Deyir, sən nəsə dedi? Deyir ki, bəli, mənə dedi ki, evin astanasını dəyiş. Deyir ki, Allah şüyavan diləsin, ged at onun evinə. Ged at onun evinə. Çünki Allah Teala'ya bir dənə şükürləmədin. Nə fikirləşdin o kişiyə şikayətləməklə? Elə bildin ruzunu verəcək. Ged at onun evinə, boşadı. Sonra bir müddət sonra üstündən illər keçdi. İbrahim əleyhissalam yaşlıydı. Gez-gez gəlirdi bəzən. Gəlir, yenə də qapını döyür, çağırır, bir dənə qadın çıxır, başqa qadın. Deyir ki, qızım İsmail hardadır? Deyir ki, eyəmi, ovdadır. Deyir, qızım, necədir dolanışığınız? Neyinirsiniz? Nə tərdir? Başlayır ki, əlhəmdülillah, Allaha həmd olsun. Hər şey əladır, hər şey yüksək səviyyədədir. İsmail də ovdadır. Gedəcək, ruzu gətirəcək. Allaha həmd olsun, Allah hər şeyi bizə verib. Həmd olsun, Allah şükürlüyü. Deyir ki, qızım, İsmail gələndə ona dinən ki, bir ağsaqqal gəlmişdi və dedi ki, evin astanasından möhkəm tutsun. İsmail əleyhissalam gələndə o yoldaşı danışır ona və deyir ki, o atam idi və mənə dedi ki, səndən möhkəm tutum. Baxın, qadın yaşayışından qane olmasa, biz keçdik 3-cü səbəbə, qadın əgər yaşayışından qane olmasa, gözü ancaq onun bunun ailəsində olsa, filankəsin ailəsi yoldaşına maşın aldı, sən almadın, telefonu dəyişdi, sən dəyişmədin, filankəslər gündə filan kafedə, restoranda gedirlər, ailəvi, sən bizi aparmadın. Qane olmasa, ancaq şikayət dalıcan şikayət, yoldaşın qulağın başını dəng eləsə, deyingənlik eləsə, Allah görsün, bu cür ailələr də gedilir. Allaha şükürləsələr, Allah təala artıracaq neymətini.